Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün hazırladığım belə bir gözəl tortun hazırlanma qaydasını sizlərlə də bölüşmək istəyirəm. İndi isə keçək tortun hazırlanmasına xanımlar. Tortu axşamdan yığmışam, tort özünü səhərə qədər tutub. İndi isə gördüyünüz kimi üzərini qaymaqlı kremlə kremləyirəm. İnşallah videonun alt bölümündən biskvitin hazırlanma qaydasını, kremin, qanaşın, hətta üzərinə qoyduğum şokolad toplarının da hazırlanma qaydasını videonun alt bölümündən paylaşaram. Bu qayda ilə tortun üzərini kremlədim. Artıq krem üzərindən götürdüm. İndi isə üzərinə kondurun çiləyirəm. Kondurunu spirtdə həll edirəm xanımlar. Diş çöpü ilə izlər qoyuram. İkinci kremi çəkmək üçün. Bu quru rəngdən istifadə etdim. Möhtəşəm bir rəngdə. Və torbaya doldurub həmin o izlərin üzəri ilə gedirəm. Çalışıram bütün xırdalıqları videonun içərisində izah edim. Bax belə, sonra isə spatula ilə kremi yayıram. Üzərindən bir dəfə də şpatellə keçəcəm. Eyni bərabərdə olsun deyə bax belə yaydım. Dur, şpatellə artıq gedirəm. Yəni bütün səliqəyə düşür. Belə bir karamel şişələrindən istifadə etdim xanımlar. Bunu digər videolarda hazırlanma qaydasını göstərmişdim. Bu dəfə video çalışdım ki, qısa olsun. Yəni izomaltı əridirəm. Sonra isə kovrikə töküb, silikon kovrikə töküb, soyuduqdan sonra qırıram. Belə bir şüşə tikələri alınır. Onu da səliqə ilə həmin bu göy rəngin kənarları ilə gedirəm. Və həmin o xrustalları da, şüşə tikələrini də kondurunla rəngləyirəm. Çox gözəl effekt alınır. İnşallah belə bir tort hazırlayarsa sizdən. Budur, artıq hazırdır xanımlar. Üzərinə şokolad topları qoyuram. Məndə hazır idi, odur ki, şokolad toplarını hazırlamadım. Həmişə tortlar üçün dekor hazırlayanda bir neçə ədəd artıq hazırlayıram. Belə bir gözəlliyin axır hissəsinə gəldik, çıxdıq xanımlar. İnşallah videomdan yararlanarsınız. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram. Sizin üçün asan bir şeydir xanımlar. Öz dostlarınızla, tanışlarınızla, öz sosial şəbəkələrinizdə paylaşın. Mən də sizin üçün gözəl videolar çəkib paylaşım. Allaha əmanət olun. İnşallah yeni videolarda görüşənə qədər hələlik.